Allah əmr edir. Yəni Rəbbül Aləmin, yerin göyün sahibi Allah burada əmrdən danışır. İlahi ədaləti tətbiq eləmək üçün neynir? Ona gözəl münasibət göstərir. Allahın bu qanunlarını yaşayar, onun dünyası da abad olar. Sən İmam Hüseynə görə bir qulu azad eləmisən, mən də öz mehriyəmi sənə azad edirəm. Dəyərli izləyicilər, sizləri Bir Nəfəs İslam Moskva verilişində xoş gördük. Mübarək Şaban ayında ən aktual məsələlərdən biri olan İmam Zaman Əleyhisselamın zühuri, onun dünyaya gəlişi, yəni Allahın rəhmət ayından, rəhmət ayının nümunələrindən birinin də bu gözəl şəxsiyyətlərin bu ayda mövludunun olması olduğunu bugün müzakirə eləyəcəyik. Yəni bu müzakirəyə, bu mövzuda müzakirə aparmaq üçün verilişimizə araşdırmaçı Ayda xanım Yusifovanı dəvət eləmişik. Xoş gəlmisiniz Ayda xanım. Bismillahirrahmanirrahim. Salamlayıram sizi Xərci və dəyərli izləyicilərimizi. Çox gözəl bir mövzudur və aktual bir mövzudur. İnşallah bu barədə həqiqətən də biliyimizi artırsaq çox gözəl olar. Həqiqətən bu İmam Əleyhisselamın zühuru mövzusu bütün səmavi dinlərdə öz əksini tapmaqdadır. Tevratda, Zəburda, İncildə və digər görüşlərdə xilaskarın gələcəyi ilə bağlı insanlara müjdə verilib. Məxsusən İslam dinində. Allahın Rəsulü buyurur ki, əgər qiyamətə bir gün qalmış olsa belə, mənim nəslimdən olan, adı mənim adımdan olan evlatlarımdan biri zuhur eləyər və dünyada ədaləti bərqərar eləyər, yer üzünü ədalətlə doldurar. Yəni Quran-ı Kərim də təkid edir bu məsələyə. Məsələn, Hud surəsi 86-cı ayədə Allah Təbarəkə və Teala buyurur: "Bəqiyyətullah xeyrun ləkum in kuntum mu'minin." Allahın baqi qoyduğu, Allahın sizin üçün belə deyək ki, saxladığı o şey, yəni o varlıq, o bəqiyyətullah sizin üçün ən önəmli şeydir. Bir şərtlə ki, siz ona iman gətirmiş olasınız. Yəni bəqiyyətullah həm Peyğəmbərdən gələn hədislərdə, həm məsumlardan gələn hədislərdə qeyd olunur ki, bəqiyyətullah işarədir İmam Zaman Əleyhisselama. Yəni İmam Zamanın zühuru sizin üçün ən gözəl şeydir, ən gözəl, dəyərli bir şeydir. Əgər siz mümin olsanız. Yəni, mümin olmayan insanlar həmişə bu məsələdə çox sərt mövqeydə dururlar. Ayənin davamında buyurur ki, وَمَا أَنَا عَلَيْكُمْ بِحَفِيدٍ. Biz sizə nəzarətçi deyilik. Biz bunu sizi bu məsələdə ixtiyarı qoymuşuq. Yəni, seçim sizin özünüzündür. Əgər mümin olsanız, onun zuhuru sizin üçün xeyirlidir. Əgər mömin olmasanız, sizin üçün xeyirlidir. Çünki ağa ədaləti bərqərar edir. Ədalət də möminlərə, iman gətirənlərə, Allahın tərtib etdiyi sünnəyə, deyək ki, dəyərlər sisteminə sadiq insanlar deməkdir. Bu insanlar üçün bəqiyyətullah xeyirlidir. Amma bundan kənar, dünyavi dəyərlər ətrafında həyatını quran, yaşamını, dünya görüşünü formalaşdıranlar üçün bu bir ziyandır, ciddi bir ziyandır, ciddi bir təhlükədir. Hacı, sözünüzə qüvvət demək istəyirdim ki, yəni biz yenə də 250 yaşlı bir insan, yəni kitabına, Hamniyə xanın kitabına nəzər salsaq, görəcəyik ki, yəni necə də öncədə də bildirmişdik ki, yəni bu ilk imamla başlayaraq və son imama qədər bir insanın həyatı kimi göstərilir. Və orada bir mənalı göstərilir ki, yəni necə İmam Əli Əleyhisselam başladı, yəni bu imamət məktəbini və çox məntiqi bir nəticə olaraq da son xilaskar olmalıdır ki, bütün buna qədər gələn zülmlər və imamlarımıza elənən zülmlər hamısına son qoyulur və İmam Hüseyin Əleyhisselam salamın şəhidlər sərvərinin qanı yerdə qalmasın, yəni qısası alınmalıdır. Yəni biz İmam Zaman Əleyhisselamdan
deyə bilərik ki, yəni onun gəlişi zəruridir və digər kitablarda gəldiyi kimi hər kəs onu bir gün gözləyir və hər kəs başa düşür ki, bu dünyanın sonu artıq düzəlməlidir. Bugün fəsad o qədər çoxdur ki, biz demək olar ki, elə bir din yoxdur ki, öz xilaskarın gözləməsin. İmam Zaman Əleyhisselamın həyatına baxanda biz bütün imamların baxırıq ki, həm valideynlərinə baxanda, yaşadığı mühitləri yenə götürəndə biz yenə baxırıq ki, baxın onun anası Rum imperatorunun qızı idi. Görürük ki, yəni və digər yuxuda görüb və tək Allahlı bir xanım idi, ya tək Allaha inanan bir xanım idi və yuxuda görüb və yuxunu əməl eləyərək əsir düşür və gələndə imamımızın, yəni İmam Həsən Əskəri Əleyhisselamın yoldaşı olur. O mübarək izdivacdan da çox gözəl, yəni bizim İmam Zaman Əleyhisselamımız dünyaya gəlir. Yəni onun dünyaya gəlməsi belə möcüzəli bir hal idi. Və bilirik ki, 5 yaşında ona o qədər təhlükə var idi həyatına ki, Allah Teala onu qeybə çəkdi ki, yəni imamımız indiyə qədər bizimlə olsun və zuhur eləsin. Çünki heç bir dövran imamsız ola bilməz və Quran bizə bir mənalı bunu göstərir və burada biz görürük ki, həqiqətən də İmam Zaman Əleyhisselam öz vaxtını gözləyir, amma ciddi olaraq yəni dünyanın işləri ilə məşğul olur, görüşlərini eləyir, yəni böyük insanlarla təmasda olur, çünki onların yuxularda, onların yazdığı kitablarda, onların göstərdiyi əməllərdə biz onu açıq-aşkar görürük. Həqiqətən bu gün biz görürük ki, Quran dastanlarında, Quranda gələn peyğəmbərlərin həyat tərzinə biz diqqət eləyəndə görürük ki, tarix vərək-vərək təkrarlanır. Yəni o dastanlarda qeyd olunduğu kimi necə Allah öz hüccətini biraz ümmətindən, bəndələrindən uzaqlaşdıranda onlar dərhal yollarını hazırlar. Əraf surəsində Allah təbarəkə və təala buyurur ki: "Vəttəxədu qavmə Musa min ba'dihi min hulihim icla cəsədən ləhu həvar." Yəni deyir, siz Musa'nın qovmunu görmədinizmi ki, Musa Tur dağına gedəndən sonra öz bəzək-düzəklərini bir yerə toplayıb, səs çıxardan bir buzov obrazını yaratdılar və ona tapındılar. Məgər ayənin davamında bu, məgər onlar bilmirdilər ki, onun danışması onlara bir fayda verməyəcək? Həqiqətən onlar zülm edənlərdən idi. Yəni, bu ayə də göstərir ki, İmam Zaman Əleyhisselam Allah yer üzünə sonuncu peyğəmbərini göndərdi. Onun ardınca 12 xəlifəsini göndərdi insanların islahatı üçün. Amma baxın, 12-ci imama qədər göndərilmiş höccətlərin hər birini insanlar özləri öldürdülər. Həm peyğəmbəri, həm 11 imamın hər birini ümmətin özü öldürdü. Ümmətin özü. Amma sonda peyğəmbər Allah daha böyük bir sınağa çəkdi insanları. İmam Zaman Əleyhisselamı zuhura göndərdi, qeybə göndərdi. Bu zaman yenə insanlar yollarını azdı. Necə Musa'nın qovmu, Musa olmadığı zamanda buzova sitayiş eləməyə başladılar. Mövlamızın qeybət-i kubrası dövründə də böyük əksər insanlar həqiqət yolundan döndülər. Özlərinə yeni İslam modeli yarattılar. Dünyəvi İslam modeli yarattılar. Hansı ki o İslam modelində hər cür eyş-işrət var. O İslam modelində Allah rızasından başqa hər şey var. O İslam modelində xalqların, millətlərin, böyük güclərin marağı var. Yəni artıq buradan görünür ki, bu model İslamı yaradan insanlar Allah'a değil, o İslam modelini yaradan insanların maraqlarına xidmət edirlər. Və onlar bir çoxları çox gözəl bilirlər ki, necə ayədə qeyd olunduğu kimi, onlar bilirlər ki, o buzov onlara fayda verməyəcək. Onlar bilirlər ki, bu böyük güclərin maraqları bunların dünya, axirət səadətinə xidmət etməyəcək. Amma
Yenə cəhalət üzündən onun ardınca gedirlər və getməkdədirlər də. Və bu günümüzdə də biz baxıb görürük ki, necə Musa Tur dağına gedəndə öz naibini, Harunu öz yerinə qoydu və insanlar onun gözü önündə bu işi gördülər. Buzov düzəldib onu sitayiş elədilər. Günümüzdə də belədir. Onlar Harunu qəbul eləmədilər. Onlar Harunun höcciyyətini şübhəyə aldılar. Çünki imanları zəif idi. Bu gün də İmam Zaman əleyhissalamın qeybət-i kubrası dövrüdür. Naibləri yer üzündədir. Naibi yer üzündədir. Onda Bəni İsrailin, Fironun zülmünə qarşı duran naib Harun idi və bugün vəli əmri Müslimindir, vilayət məktəbidir. Bugün rəhbəri əzizimizdir, böyük güclərin qabağında duran. Amma əksər müsəlmanlar bunu qəbul etmirlər. Yəni tarix sətir-bəsətir təkrar olur. Yəni bu günləri vilayət məktəbini, vilayət-i fəqih məktəbini qəbul eləməyənlər dünənləri Musa Tura gedəndən sonra Harunu qəbul eləməyib buzov düzəldib buzova sitayiş eləyənlərdir. Buzovun səsinə aldanıb ona sitayiş eləyənlərdir. Bəzəyi düzəyinə aldanıb ona sitayiş eləyənlərdir. Həcəbə ki, o İslam modeli hansın ki siz deyirsiniz, elə sərf eləyir insanlara, ona görə də elə ona, yəni o İslam modeli ilə getmək istəyirlər. Çünki həmin İslamda çətinlik yoxdur, heç bir şey yoxdur. Həmin İslam sırf insanların öz maraqlarına cavab verir. Ona görə də insanlar onu niyə seçir? Çünki normal bir, ədalətli bir, həqiqi bir İslamı yaşamaq çox çətin bir yaşamdır. Biz onu görürük imamlarımızın həyatında, biz onu görürük böyük alimlərimizin və böyük insanların həyatında. Ona görə. Bir də Hacı, mən istərdim deyim ki, intizar deyirlər ki, intizar olmalıdır. İmam Zaman əleyhissalamı gözləmək lazımdır. Elə bilirəm ki, biz bəzən o intizar sözünü tamamilə düzgün başa düşmürük. İntizar o oturub gözləmək deməkdirmi? Yəni bugün biz oturub İmam Zaman ağaya dua eləyib, o ilə oturub gözləməklə ağamız əleyhissalam gəlib zuhur eləyəndə, yəni o ilə razı olacaqmı? Yəni bu intizarın kriteriyaları necə olmalıdır? Baxın, insan bir qonaq intizarında olanda, qonaq gözləyəndə evin içinə, evə gəlişini neyinlər? Hər bir hazırlığını görür. Evin təmiz saxlayır, yeməyin hazır eləyir. Yəni, hər bir hazırlıq eləyir ki, qonaq gələndə artıq rahat şəkildə o ilə oturub, yəni o ilə vaxtın keçirdə bilsin. Buna deyirlər intizar, çünki məmnuniyyətlə gözləyir və ona görə bəzi əməllər eləyir. Eyni şəkildə bizdə İmam Zaman əleyhissalamızı da gözləyəndə mütləq şəkildə əməllər olmalıdır. İnsan bir növ özünü islah eləməlidir, hazır eləməlidir ki, bu boyda nur bir şəxsiyyət gələndə onun arxasında durub ilk öncə onu tanıya bilsin. Çünki İmam Əli əleyhissalamdır ya digər imamlarımızı baxın, o zamanədə olan müsəlmanlar çoxsa heç tanımadılar. Siffin döyüşündə o ki İmam Əli o ilə bir müddətdə yaşayan Peyğəmbər salavat olanı görən adamlar və bilən ki İmam Əli əleyhissalam bir Quran ayələridir. Yəni o insanlar Siffin döyüşündə İmam Əli deyəndə ki vuruşun Maviyə qarşı, orada Quranları nizələrə taxmışdılar. İnsanlar nə deyirlər? Xavariclər onlar nə dedilər? Yox, biz vuruşmayacaq, biz Quranla vuruşa bilmərik. Halbuki imamın əmri idi o. Quran ayəsinin yəni özü olan əmri idi. Yəni burada 100% itaət lazım olan bir yerdə onlar imamlarından şübhələndilər. Deməli, imam Qurana qarşı vuruşa bilirsə, orada gəldi şübhələndilər. Baba, o şübhədə eyni şəkildə biz gəldik İmam Hüseyin əleyhissalamın həyatına baxırıq ki, Kərbala çölündə niyə bu faciə baş verdi? Çünki insanlar tanımadılar imamlarını. Dedilər ki, namaz mı qılır? Yəni, xarici də deyirdilər ona. Yəni, o ümumiyyətlə gəlir
verəndir. Yəni o burada yaşayan deyil, bizim ümmətimizdən deyil. Baxın necə yanlışlığa yol verildi. Həmin o insanlar ona qarşı durdu. Bir də həmin bir məsələ ilə biz üzləşəcəyik ki, düzgün intizarımızı yaşamasaq, düzgün Mövlamızı gözləməsək əleyhissalamı, biz də həmin imamımız gələndə tanımayacağıq. Deyəcəyik ki, bu da mı imam? Bu mu olmalıdır? Bunun mu dalında, arxasında durmalıyıq mı? Bəli, o bayaq qeyd elədiyimiz ayədə həqiqətən ki, bəqiyyətullah xeyrun lakum in kuntum mu'minun. Yəni bəqiyyətullah, zuhur sizin üçün xeyirlidir, amma siz mömin olsaz. Mömin olmayan insanlar üçün bu xeyirli deyil. Baxın, fəsad, fitnə o zaman ayaq tutub yeriyə bilir ki, o fitnəkarlar o fitnənin prinsiplərini insanlara sevdirə bilsinlər. Məsələn, bugün dünya gücləri yeni bir din formalaşdırıblar. Və bu dinin adını din qoymublar. Demokratiya, insan haqları, özgürlük və s. bu mövzuları qoyublar. Və müəyyən cəzbedici qanunlar tərtib ediblər. Məsələn, beynəlxalq hüquq normaları deyilən bir anlayış var. Və bu hüquq normalarına baxanda insanları qane edəcək bir sıra maddələr var orada. Eləcə də dünya dövlətlərini bir araya gətirib insan haqları konvensiyası təsis elədilər və hər bir dövləti də üzərinə öhdəlik qoydular ki, bu konvensiyalara riayət eləsinlər. İlk baxışda biz baxırıq ki, yaxşı bir şeydir. İnsanların hüququ var, hüquq tanınır, onların icrası tələb olunur, onlar pozulduqda cəzalar, sanksiyalar tətbiq olunur. Amma nədir? Bu güclər özləri o deyək ki, qurduqları qanun sistemini öz maraqlarına doğru çevirdilər. Onun icra mexanizmini yönəltdilər özlərinə tərəf. Yalnız da özlərinə sərf edən. Yəni o qeyd etdiyimiz ayədə Ərəf surəsində buyurur ki: "Ələm yərəv ənnehu la yukallimuhum və la yehdihim səbila." Durub Musanın qovmu görmədimi ki, o buzov onlarla danışmır, onları düz yola hidayət eləmir. Bunu görmədilər, gördülər. Ətəxəduhu və kanu zalimin. Amma deyir, onlar ona tapınmaqdan əl çəkməyib zalim oldular. İndi dünya insanları da açıq-aşkar görürlər ki, dünyanın təsis etdiyi qanunlar toplusu insanların dünyəvi, axirəvi, maddi, mənəvi təminatlarını ödəmir. Bu qanunu qoyanlar da o qanunu öz maraqları üçün təsis ediblər, icrasını da öz maraqlarına görə həyata keçirdirlər. Və bununla da neyinlər? Dünyada ikili standartlar formalaşdırırlar. Bütün dünya bu ikili standartları görür. Məsələn, belə deyək ki, bir cinayət baş verir. Bugün Qəzzədə 100 minlərlə insan öldürülüb. Amma bir dənə ölkədə olsun İsrailə qarşı hər hansı bir sanksiyanı tətbiq eləmir. Bugün məsələn İran İslam Respublikasını güya terrora dəstəkdə, nə bilim, kütləvi qırğın silahının olmasında ittiham edib ona qarşı sanksiyalar tətbiq edirlər. Amma Amerika kimi bir dövlət İsrailin bu cinayətlərinə dəstək verir, dünya dövlətləri buna susur. Yeddilər buna susur. O, belə deyək ki, Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər buna susurlar. Rusiya dövləti öz təhlükəsizliyini təmin eləmək üçün, NATO'nun Ukraynaya girməsinin qarşısını almaq üçün Ukraynaya qarşı müharibə başlayıb, bütün dünya Rusiyaya qarşı vuruşur. Yəni bu onu göstərir ki, bu günləri biz baxıb görməliyik ki, Ukraynaya cəbhələrindən Rusiyaya atılan silahlarla İsraildən Qəzzəyə atılan silahlar eyni səngərdən atılırlar, eyni mənbədən atılırlar. Bunlar hansıdır? O yeni model, din modeli yaradan böyük güclərin proqramının tərkib hissəsidir. Ki bununla dünyanı əsarət altına alsınlar, zillət altına alsınlar. Amma deyir, insanlar görürlər bunu, amma dinmirlər. Yəni bir daha bu onu göstərir ki, Mövlanın zuhuru qaçılmazdır. Çünki bugün dünyaya zülm, istibdad, imperializm, müstəmləkə
ədalət adı ilə sıranmaqdadır. İnsan haqları adı ilə sıranmaqdadır. Və bu da bir daha onu göstərir ki, baxın, o deyir ki, yer üzünü zülm dolduracaq. Baxın, zülm budur. Yerində olmayan ədalət, əməldə olmayan ədalət, məntiqi olmayan ədalət, məfhumu olmayan ədalət. Düzdür Xərci, baxın siz çox gözəl vurğuladınız ki, konvensiyalar oldu, qaydalar qoyuldu. Bütün dünya deyir ki, qoşulmalıyıq və eləməliyik, amma əslində yalnız bu konvensiyalar balaca ölkələr üçün qoyuldu ki, təzyiqləri daha çox olsun. Biz deyirik ki, qadınların, uşaqların haqları hamısı orada yazılmışdı. Harada bu haqlar var ki, biz gündəmdə olan Epstein siyahısına baxırıq. Bir ada götürüb, yəni nə qədər mındar, nə qədər çirkin işlər varsa orada görülürdü. Uşaqların başına, qadınların, uğranmış qadınların başına, daha sonra da həmin uşaqlar da, qadınlar da öldürülürdü ki, yəni şahidlər qalmasın. Baxın, oradan gələn şahidləri tapa bilmirlər. Çünki onların başına gələnləri artıq yəni şahid qoymurdular. Yəni ən böyük cinayət baş verir 20-ci əsrin, 21-ci əsrin ən böyük cinayətləri baş verir. Amma buna hamı göz yumur. Siyahılar verilir, internet doludur siyahılarla. Kimlər ora gedib, hansı işlərlə, yəni qanunu pozub hansı işlərlə məşğul olublar. Amma hansı biri ona görə cəzalandırılıb? Heç biri. Ona görə də onların başında olan Amerikanın prezidentidir, Trump'dır, onun başında olan digər Avropa prezidentləridir, onun başında Saudi Ərəbistanın belə prezidentlərinə baxırıq ki, onlar da o siyahıda adları xallanır. Yəni mən böyle demək istəyirəm ki, konvensiya və haqlar tamamilə işlənməyən bu konvensiyalar qurma bir qurumdur ki, onun arxasında gizlənib öz çirkin əməllərin həyata keçirsinlər. Və bir gün də o çirkin həyata keçirilən əməllərin biri də siz dediyiniz kimi, yəni ədalətlə yaşamağa istəyən və gözəl şəkildə yəni həyatını quran ölkələrə qarşıdır. Bir gün onun bir nümunəsi də İranın özüdür ki, yəni ona qarşı bütün qüvvələr toplanıb. Biz yəni insanlar gərək açıq bir gün çox bilirsiniz, çox açıq görsünlər ki, düşman hansı tərəfdədir, dost hansı tərəfdədir. Yəni bir gün Allaha sığınıb, Allahın qanunlarının həyata keçirtmək istəyən, atom belə, nüvə silahından belə imtina eləməyə hazır olan ölkə olan İran, çünki bilir ki, bu kütləvi bir qırımdır, kütləvi insanları qıracaq. Ondan imtina eləmək istəyən bir İranı vadar eləyirlər sanksiyaları ilə və hədə qorxuları ilə ki, yəni bu işləri, yəni onu da sındırıb, o ölkəni də sındırıb özlərinə bir vassal ölkə eləsinlər. Maraqlıdır, Quran ayəsində buyurur ki, və idə əncəynəkum min alı fir'aun yasumunakum su'al azab yaktuluna abnaakum və yastahyuna nisaakum. Necə gözəl ayədir. Yəni Ərəf surəsi 141-ci ayədir. Deyir ki, siz gördünüz ki, biz sizi Alı Firondan nicat verdik. Alı Firon kimiydi deyir. Siz Bəni İsrailin oğlanlarını öldürərdi, qadınlarını diri saxlayardı. Yəni burada nəyə işarə olunur? Deməli, çox gözəl bir şeydir. Firon zamanında kahinlər gəlib Firona dedilər ki, ya Firon, Bəni İsraildən bir oğlan uşağı dünyaya gələcək və sizin hakimiyyətinizə son qoyacaq. Firon da bilirdi ki, kahinlər düz deyir. Kahinlər də bilirdi ki, düzdür. Və sonraki hadisələr də göstərdi ki, həqiqətən Bəni İsraildən Musa doğuldu, Fironun öz qucağında böyüdü, onun hakimiyyətinə son qoydu. Amma baxın, burada incə bir mətləb var. Bu həqiqətləri bilə-bilə Firon sustu mu? Firon oturdu mu? Firon dayandı mı? Yox. Neynədi? Bu gələn təhlükənin qarşısını almaq üçün tədbir görməyə başladı. Yəni yəqinliyi var idi o gələcək. Onun üçün tədbir eləyib minlərlə, on minlərlə insanı öldürtdü ki, Musa gəlməsin. Amma Allahın təqdirini dəyişmək olmadı. Baxın, bugün
bütün dinler bayaq qeyd elədi ki, Mövlanın zuhurunu təkid edirlər ki, 12-ci imam, yəni Məhdi sahibə zaman Əccəlallahu Teala fərəcahu şərif zuhur eləyəcək və yer üzünü ədalətlə dolduracaq. Yer üzünü ədalətlə dolduracaq bu deməkdir ki, bugünkü zülm tərəfi, bugünkü imperialist qüvvələr, bugünkü dünyanı təkqütüblü idarə etmək istəyən insanlar, bugünkü bütün insanların təbii resurslarını mənimsəyib öz mənafeyinə xərcləmək istəyən böyük güclər aradan gedəcək. Onlar da əllərinin üstünə qoyub oturmayıblar. Onlar da Mövlanın gələcəyi istiqamətdə ciddi hərəkətlər eləyirlər ki, onun qarşısını alsınlar. Və ona görə də bu günləri Əhl-i Beyt məktəbi nişandadır. Baxın, Qərb dünyasının Səudiyyə Ərəbistanı ilə heç bir işi yoxdur. Omanla, Misirlə, İordaniya ilə, digər ərəb ölkələri ilə, Birləşmiş Ərəb Əmirlikləri ilə heç bir işi yoxdur. Niyə yoxdur bilirsiniz? Çünki oradan İmam Zaman əleyhissalamın qoşununa əskər ola biləcək bir əskərin yetişmə ehtimalı sıfıra bərabərdir. Onlar artıq mövqeylərini seçib zülmün yanında, Fironun yanında yer alıblar. Amma bunların diqqəti hardadır? Oradakı Əhl-i Beyt məktəbi var. Oradakı bunlara qarşı mübarizə mexanizmi var, mübarizə cəbhəsi var, müqavimət cəbhəsi var. Onlar bunu görürlər və son 10 illər də onu göstərir ki, Qərb dünyasının təsəllütündən çıxan, hökmranlığı altından çıxıb azadlığını qazanan hər bir ölkə elə inkişaf eləyir ki, bugün Amerika boyda bir dövlət onun qabağında aciz qalıb. Yəni 40 ildir, 40 neçə ildir İslam inqilabı baş verib. Bu 40 neçə il ərzində bugün İran adlı bir ölkə, İslam Cumhuriyyəti elmi texniki inkişafda dünyanın birinci dörtlüyündədir. Yəni 40 ilə insanlar, dövlətlər var ki 500 ilə, 100 ilə, 300 ilə buna çata bilib və yaxud bilməyib. Amma bu 40 ilə buna çatıb. Bu sürətlə gedərsə, o bütün cəhətlərdə bunların qarşısına çıxa biləcək bir gücə malik olacaq. Ona görə də bunlar əllərinin üstünə qoyub oturmayıblar. Hər bir yerdə ki müqavimət var, o İmam Zaman əleyhissalamın qiyamına hazırlanan yerdir o yer. Hər xalq ki buna dəstək verir, o qiyama hazırlanan xalqdılar. Bugün Qəzza elə belə qətli amna soyqırımı ilə üzləşmir. Onlar Mövlanın zuhurunun intizarındadılar. Bugün Yəmənə qarşı bu sanksiyalar, bu təsirlər ona elə belə deyil. Çünki onlar hazırdılar. Yəmanilər Mövlanın zuhurunda bir qoşun kimi ortaya çıxan bir xalqdır. Bu günləri İrana qarşı olan təzyiqlərin, fitnələrin, fəsadların önündə budurur ki, onlar bu zülmün əleyhinə müqavimət göstərənlərdilər. Müqavimət göstərməyənlərin heç biri ilə heç kimin işi yoxdur. Ona görə də nədir? Müqavimət ön planda olmalıdır ki, Mövlanın zuhuru təcil olsun. Necə? Musanın ətrafında olanlar Firona qarşı təzyiqlər göstərdilər, müqavimət göstərdilər. Allah onlara müvəffəqiyyət nəsib elədi. Necə ayədə buyurur ki, və əncəynakum, biz sizə nicat verdik. Allah o müqavimət göstərənlərə nicat verəcək. Adı İslam olub, hər cəhətdən zülmə boyun əyənlər, zülmə susanlar Firon qoşunu kimi məhv olmağa məhkumdular. Həcə, burada bilirsiniz, yadıma nə düşür? Biz bir Fil surəsinə baxsaq, görürük ki, orada bir balaca Məkkiyə, o boyda ordu ilə Abraham gələndə nə dedilər? Dedilər ki, hamı qaçdı. Dedilər, bizim ordumuz yoxdur, biz necə müdafiə olunacaq? Quran ayəsidir. Amma Allah Teala göstərdi, o boyda fillə özündən razı olan
padşah gələndə Məkkəyə çatanda necə oldu? Balaca quşlar hansı ki dimdiyində daşlarla Allah Taala'nın qoşunu göndərmişdi və onlar hamısı daşları ataraq hamısını məhv elədilər. Burada baxırıq ki, Allah Taala bizə Quran ayəsində hər dəfə bir möcüzə göstərərək, yəni bu hadisələri danışaraq göstərir ki, qorxmayın ki, siz azsınız. Allah istəsə siz mütləq qalib gələcəksiniz. Həmin qalib oldu bizim Peyğəmbərimizin Bədr döyüşündə. 300 nəfər 3000 nəfərə qarşı çıxdı. Silahsız, yeni müsəlman olan, bəlkə də hardasa döyüşməyi o qədər şücaətli olmayan bir balaca ordu ilə 300 nəfərlə. Amma Allah Taala öz ordusunu qoşandan sonra bu orduya nə oldu? Tamamilə gözəl bir şəkildə qələbə çaldılar. Yəni bu gün biz ümidsiz olmamalıyıq ki, bütün dünya, yəni pisliyin içində batsa belə, zülm bütün dünyanı götürsə belə, uşaqlar yəni qan suyun yerinə axsa belə, yenə də biz ümidsiz ola bilmərik. Ümidimiz 100%'dir ki, yəni mütləq şəkildə İmamımız Əleyhissalam zühur eləyəcək və mütləq şəkildə dünya tam ədalətə qərq olunacaq. Heç bir zülm verən zulmkar yəni da cəzasız qalmayacaq. O çox böyük bir, bilirsiniz, o çox böyük bir insana belə ruh verir ki, insan yaşasın, görsün, bu günləri görsün, özü də müqavimət, bu pisliyə qarşı özü də mübarizə aparsın. Yəni o intizarı əməli ilə hazırlaşdırsın. Biz bir zamin yaradaq ki, İmam Zaman Aleyhisselam sabah gələndə zamin artıq olsun. Necə 12 imam 250 adlı kitabda 11 imam zamin yarattılar və artıq son imamımızın əməli gəlir də, yəni o gəlib xilas eləməlidir. Həmin o zamini biz müsəlmanlar, möminlər yaratmalıyıq ki, İmam Zaman Aleyhisselam gələndə rahat bir şəkildə, yəni bu mübarizəni onun arxasında davam edək. Həqiqətən Adə xanım necə söz yerinə gəlirdi. Şaban ayı haqqında Allahın Rəsulü buyurur ki, Şabanu şəhri və mən yansurəni yansurukumullah. Deyir, Şaban mənim ayımdır, hər kəs bu ayda mənə kömək eləyər, Allah ona kömək eləyər. Yəni, Peyğəmbərə kömək eləmək nədir? Onun dinini yaşatmaq. Yəni, dinini yaşatmaq nədir? Yəni, Allah sünnəsini ihya eləmək, bərpa eləmək. Yəni, ədaləti yer üzündə bərpa eləmək. Ədaləti öz üzərində bərpa eləyib ətraf mühitə onu göstərmək. Yəni, bir daha onu göstərir ki, Allaha, Peyğəmbər sünnəsinə, Allahın dininə riayət edənlərə Allah yardımcı olacaq. Yəni bu günləri dünya güclərinin modern silahları bizləri aldatmamalıdır. Bu gün böyük güclərin əlindəki böyük o sərmayələr, kapital bizi qorxutmamalıdır. Yəni bizim qeyd etdiyimiz kimi Bədir təcrübəmiz var. Bizim qeyd etdiyimiz kimi Quran-ı Kərimdə Firon məğlubiyyətinin təcrübəsi var. Yəni hər kəs, Allah deyir ki, in kuntum mu'minun. Ayənin birinci ayə oxuduq ha. Bəqiyyətullah xeyrun ləkum in kuntum şərt qoyub. Siz mömin olsaz, əgər insanların mübarizəsi Allah üçün olacaqsa, Allah hər vəch ilə onlara kömək eləyəcək. Yansurukumullah, yəni Allah sizə kömək eləyəcək. Peki bu mübarizədə niyyət, hədəf nə olsun? Müqəddəs olsun. Yəni biz Allah üçün vuruşuruq. Allah tərtib etdiyi qanunların, dünya insanların tərtib etdiyi qanunlardan bir dənə fərqi var. Bilirsiniz nədir o fərq? O fərq ondan ibarətdir ki, dünya insanlarının tərtib etdiyi qanunlar tərtibatçıların maraqlarına xidmət edir. Güclərin, belə deyək ki, o böyük kapital sahiblərinin maraqlarına xidmət edir. Baxın, Amerika Birləşmiş Ştatlarının özündə demokratlar hakimiyyətə gəlirlər. Sonra, belə deyək ki, respublikaçılar hakimiyyətə gəlirlər. Bunların hər biri dünyanın bir sahəsini, iqtisadiyyatın bir sahəsini əlində saxlayan güclərdir. Neft maqnatları var, silah maqnatları var, digər sahələri əhatə edən böyük güclər var. Bunlar maraqlıdırlar ki, məsələn, bugün bu Trump'ı
elə bir səviyyəsiz, əxlaqsız bir insanı hakimiyyətə gətirmək o deməkdir ki, onu hakimiyyətə gətirən güclər kimlərdir? Müharibə maqnatlarıdır, silah maqnatlarıdır. Mallarını satmalıdırlar. Bunlar pul qazanmalıdırlar. Bunlar dünya istəyirlər. Və bunların qəbul etdiyi variantların hər biri onların maraqlarına xidmət edir. Ona görə dünyanı müharibə əhatə edir. Ona görə kütləvi qırğınlar var. Yəni təzad da bundadır ki, Ayda xanım, yəni insanlar bu qədər bəsirətlə bağlanır. Bu ayə var, xətəməllahu əla qulubihim. Bu ayə var. Qəlblərinə möhür vurulub ki, bunun bir sifətini görmürlər. Bu boyda cinayətləri törədə hələ sülh mükafatı iddiasında da bulunur. Yəni Əli Fələstində 100 minlərlə insanın qanına batan, Suriyada insanların əli qanına batan, Liviyada başqa yerdə əli qana batan insan sülh mükafatının iddiasındadır. Heç kim də buna etiraz edemir. Sülh şurası yaradır. Dövlətlər ona üzv olmaqdan ötürü əldən ayaqdan gedirlər. Bu təzad onu göstərir ki, bunların tərtib etdiyi qanunlar bunların öz maraqlarına xidmət edir. Amma Allahın tərtib etdiyi qanunlar Allahın maraqlarına yox, insanların maraqlarına xidmət edir. Bax, üstünlük budur. İn kuntum mu'minun, yəni budur. Əgər buna imanın olarsa, görəcəksən ki, Allahın tərtib etdiyi qanun, Allah sünnəsi, Allahın müəyyən etdiyi o çərçivə insanların dünya və axirət səadəti üçündür. İnsanların azadlığı üçündür. İnsanların rifahının yaxşı olunması üçündür. İnsanların əmniyyəti üçündür. Bax, önəmli fərq budur. İnsanlar bunu düşünə bilsələr, onda onların o saxta dəyərlər belə deyək ki, modelinin o belə ifunət verən yaradılışı üzə çıxar. İnsanlar ondan uzaqlaşar. Baxın, Xərci, sözünüzə qüvvət, amma sadə insanlar onu görürlər. Biz deyə bilmərik, görmürlər. Milyonlarla mitinglər keçir. Siz bir dənə baxın ki, yürüşlər eləyirlər. Həm Qəzzaya tərəf, həm bu dediyimiz o siyahılara tərəf, həm böyüklər artıq görürlər. Amma onlar, yəni onlar sadə insan, Avropanın sadə insanları, Amerikanın sadə insanları, hamısı bu zülmə qarşı qalxıblar. Yəni demək olmaz ki, hamı gözünü yumub və görmür. Və onlar müsəlmanlardan daha çox yürüşlərə qalxıblar ki, həm elə Qəzzaya dəstək olaraq daha çox qalxıblar. Baxaraq ki, orada oyanış artıq baş verir. Artıq onlar həqiqət hansı tərəfdədir bilirlər və özləri də öz mövqeyini açıq şəkildə, gözəl şəkildə nümayiş eləyirlər. İnşallah elə ədalət elə bu şəkildə bütün dünyanı götürəcək. Aşağıdan yuxarı qalxıb artıq dözülməz bir şəkildə olanda yuxarını mütləq şəkildə yıxacaqlar. Yəni bu dünyada etiraz aksiyalarına qalxan insanların fitrətində olan paçlıqdır. Allah hər bir adamın qəlbində, fitrətində azadlıq sevərlik, ədalət sevərlik qoyub. Və bu insanlar elə dərk eləmirlər ki, məsələn onların çoxu İmam Zamanı tanımır. Onların çoxu İslamdan xəbərsizdirlər. Onlar o fitrətən bu haqqın tərəfində olan insanlardır. O müsbət bir göstərici, amma azdılar. Yəni milyardlar, dünyada 7 milyard insan var. Ayağa qalxanların sayı isə milyonlar olsun. Bunlar çox azlar. Biz ümumilikdən danışırıq ki, əgər hətta o qalxanların özü də dərk eləsələr ki, ilahi qanunlar insanların rifahı üçündür və bu qanunların tətbiqi üçün ayağa qalxsalar, bu qanunlara qarşı olan qüvvələrə müqavimət göstərsələr, onda bəşəriyyət xilas olacaq. Onda Allah deyəcək ki, və ənzəynakum, biz sizi deyir, nicat verdik sizə, o Fironun zülmündən nicat verdik. Hansı ki deyir, o sizə zülm edirdi, əzab verirdi. Bugün Fironları da kimlərdir? NATO'nu, BMT, Birləşmiş Millətlər Təşkilatını öz köləsinə çevirmiş Amerika, İngiliz cütlüyüdür, Siyonist təşkilatlarıdır. Bunlar istəyirlər bütün dünyanı zəbt eləyib, insanları özlərinin köləsinə çevirsinlər. Təəssüflər olsun ki, böyük əksəriyyətini də çeviriblər. Amma insanlar mömin olmadığı üçün bunu dərk eləmirlər. Yalnız möminlər dərk edir. Əgər bugün bir ibadət eləyən insan, Qur'an oxuyan insan, Qur'anın tərcüməsindən danışan insan bugün
üzr istəyirəm, qərbin müstəmləkəsi ilə barışırsa, onu təbliğ eləyirsə, bu kimdir? Xətəməllahu əla qulubihim və əla əbsarihim ğişavə. Allah onların pərdə çəkib, Həqiqət. örtüb üstünü, görə bilmirlər, danışırlar, amma danışdıqlarını özləri dərk eləyə bilmirlər. Çünki zülmə boyun əyirlər. Yəni, Ayda xanım, çox maraqlı mövzudur İmam Zaman əleyhissalam haqqında gedən bu mövzu. Təəssüflər olsun ki, vaxtımız bitir. Yenə növbəti bəhslərimizdə biz buna yenə də toxuna bilərik inşallah. Çox sağ olun ki, gəldiniz bu mövzuya. Siz sağ olun. Müzakirəsində iştirak elədik. Dəyərli izləyicilərimiz, təəssüf ki, sizinlə xudahafizləşməliyik. Uca Allaha and veririk ki, Şaban ayının ehtiramına bizləri Mövlanın zuhurunu tezləşdirənlərdən, onun layiqli xidmətçilərindən qərar versin. Və selamu aleykum və rəhmətullah. Allah əmr edir. Yəni Rəbbül Aləmin, yerin göyün sahibi Allah burada əmrdən danışır. İlahi ədaləti tətbiq eləmək üçün neyinir? Ona gözəl münasibət göstərir. Allahın bu qanunlarını yaşayar, onun dünyası da abad olar. Sən İmam Hüseynə görə bir qulu azad eləmisən, mən də öz mehriyyəmi sənə azad edirəm.